dostlar, hər vaxtınız xeyir, necəsiz, yaxşılasınız inşallah. Bugün sizinlə dünən paylaşacağım videonu bugün paylaşacağım. Dünən vaxt olmadığı üçün paylaşa bilmədim sizinlə. Dünən əlbəttə ki, uzun bir zamandır istədiyim bir prosedura getdim. Əlbəttə ki, bu prosedur burnumla bağlıdır. Mən burnum toppuş və biraz ətli olduğu üçün bu proseduru yerinə yetirdim. Yəqin ki, qarşınıza çıxıb TikTokda və yaxud da Instagramda bu keçirtmədi. Burun keçirtmə heç bir ağrısız heç bir şey olmur. Sadəcə aparatla edirlər. 21 gün ərzində burnunuz keçilir. İnşallah təsirini görsəm sizinlə mütləq paylaşacağım. Əlbəttə ki, onunla qalmayıb və gəzdik. Əlbəttə ki, 15 dəqiqə vaxtdan o boyda Nərimanova getmişik və gəzməsək olmazdı. Bəli, yoldaşımla gəzdik, əyləndik. Getdik Nərimanova, qaynımgil yeni köşk açıblar, ora getdik. Yoldaşım mənə oranı göstərdi. Çox gözəldir, həqiqətən sizə məsləhət bilirəm, siz də gedin. Əminəm ki, çox bəyənəcəksiniz. Çox maraqlı şeylər var köşkümüzdə. Siz də gedin, baxın, çox sevəcəksiniz əlbəttə ki. Əsasda xanımlar, siz çox gözəl bujuteriyalar, aksesuarlar var, gedin baxın. Bəli, məsəl üçün də göstərə bilərəm orada. Yoldaşım mənim üçün hər iki ədəd verdi. Əlbəttə ki, biri ən çox sevdiyim sarı rəng, biri də ki, sevdiyim Pandora qolbaq. Bəli, mənim üçün verdi. Sonra heç bir şey, biraz əyləndik. Şəkil paylaşmışam sizin üçün bir ədəd. Biraz əyləndik, oturduq, marojna yedik, biraz söhbət elədik. Əlbəttə ki, çox uzun bir müddət qalmadıq. Çünki mən nə qədər bu prosedur ağrısız və həyatımıza davam etsək də, bu məndə psixoloji olaraq baş ağrıları yaratdı ki, yəni ola bilsin ki, nə bilim, başım ağrıyırmış və yaxud da ki, çox həyəcan, stres keçirdim mən. Ona görə də o stres, həyəcanı psixoloji olaraq yaşadığım üçün yoldaşım mənə dedi ki, artıq gedək evə. Sən özün yaxşı hiss eləmirsən. Mən istəyirdim gəzmək, amma yoldaşım qıymadığı üçün gəldik evə. Bəli, gəldik dərkən yəni gəlməyimiz hardasa 2 saat çəkdi. Necə çəkdi? İndi deyəcəm sizə. Əlbəttə ki, oradan köşkdən getdikdən sonra əlbəttə ki, nə etdik? Əlbəttə ki, bunu da deyim ki, köşkdə olan vaxtı parkda gəzəndə biraz bir-birimizdən atışdıq. Yəni biraz atışdıq bir-birimizdən nəyin üstündə? Çünki mən yoldaşıma deyirəm ki, mən yaxşıyam. Yoldaşım mənə deyir ki, sən yaxşı deyilsən, sən nə qədər bu prosedur asan da olsa da sən özünə baxmalısan. Buna görə biraz sözümüz tərs gəldi. Əlbəttə ki, o məni istədiyi üçün mənə bunlar deyir. Mən çox sevirəm yoldaşım mənə belə qayğı diqqət göstərəndə. Sonra isə dediyim kimi yollandıq Mərdəkana, yəni evimizə. Yollandıq dərkən, yəni birinci getdik, maşını yuduq, yoldaşım maşınımızı yudu. Ondan mən əlbəttə ki, həmişə kimi oturdum maşında. Sonra isə nə etdik? Sonra isə getdik binəyə. Binədən mən gül buketləri, mənim əl işlərim olduğu üçün, əl işlərimə aid olan lavazımatlarım bitdiyi üçün getdik lavazımatları aldıq. Hətta sizin üçün də əl işlərimi paylaşmışam orada. Tam bitməyib, amma inşallah tam bitəndə bölüşəcəm sizinlə. Sonra heç bir şey yollanırıq evə, əlbəttə ki, yoldan McDonald's-dan özümüzə uşaq menüsü seçirik və maşında doyunca yeyirik və yollanırıq evə. Ondan sonra isə yoldaşım yolda dostları zəng vurur ki, balıq tutmağa gedirik və yoldaşım balıq tutmaqdan qalmayıb, gözəl bir yemək hazırlayıb, piknikə aid yönlər ləvazimatlar götürüb, yollanır dəniz qırağına dostları ilə birlikdə. Ondan sonra isə mənə biraz üstündən keçir və mənə zəng gəlir. Bu zəng də mənim padruqalarımdan olur. Padruqalarım mənə zəng edirlər ki, gəlmək istəyirik sizə və biz görüşürük. Yoldaşlarımız öz keyfində, biz öz keyfimizdə gözəl bir gün keçiririk. Bəli, obşim çox gözəl bir gün keçirdik. İnşallah sizinlə daha gözəl vloglar paylaşacağım. Bu vlog düzdür, çox şəkillər, videolar paylaşa bilmədim. İnşallah gələn səfərki daha gözəl və daha aydın olacaq. Hələlik öpürəm sizi.